Salam əziz izləyicilər. Bugün dim toplusundan 32-ci sualın izahına baxacağıq. Kodlaşdırma bölməsindən. Demək, 256 rəng çağrılı palitrada ölçüsü 256-nın 512 pikselə bərabər olan təsvir hazırlanmışdır. Bu təsvirdəki rəng çağrılarının 17-yə endisə həcmi necə dəyişər? Biz bilirik ki, həcm ilə rəng dərinliyi düz mütənasibdir. Rəng dərinliyi artdıqca həcm də artacaq, rəng dərinliyi azaldıqca həcm isə azalacaq. Birinci palitrada demək bizim rənglərimizin sayı 256-dır. Rəng dərinliyimiz isə 8 bitdir. 256 2 üstü 8 olduğuna görə 8 bitdi. 16-ya endirdikdə isə ikinci palitramızda 16 rəng olacaq və rəng dərinliyimiz isə 2 üstü 4 16 olduğu üçün 4 bit olacaq. 4 bit olacaq. Bizdə demək, bayaq dediyimiz kimi, qeyd etdiyimiz kimi həcm rəng dərinliyi ilə düz mütənasib olduğu üçün birinci həcmdə 8 bit rəng dərinliyimiz var idisə, ikincidə artıq 4 bit olmuşdu. 4 bitə enmişdi və 8-in 4-ə nisbəti 2 dəfə demək bizim həcmimiz azalmış olacaqdır. Düzgün cavab variantımız isə B variantı olacaq.